Bugün Şirvan şəhərində ilk dəfədir ki, Red Hearts-ın təşəbbüsü ilə və PMD-nin dəstəyi ilə bir bankın iştirakı ilə Qəhrəmanlar bağı salınır. Həmçinin Şirvan şəhərinin icra hakimiyyəti iştirak edib və bizə dəstək olub. Burada hər bir şəhidin adına bir ağac əkildi. Burada həmçinin şəhid ailələri də iştirak edib. Layihənin əsas məqsədi şəhidlərimizin xatirəsini əbədi yaşatmaq və ətraf mühitinə töhfə verməkdir.